Salam, bugün mən sizə coğrafiya test toplusu 2025-ci il 2-ci hissə səhifə demək Azərbaycan Respublikasının əhalisi bölməsində səhifə 146-dan başlayaraq bir neçə testlərin izahını verəcəyəm. Məsələ ona fikir verək. Məsələnin izahını verməzdən öncə qeydlər edək. Biz keçən video dərslərdə də qeyd etmişdik. Cins yaş piramidası, yaş cins piramidaları əhalinin yaş və cins üzrə paylanmasını göstərən diaqramlardır və onlar əhalinin say strukturunu əyani şəkildə əks etdirir. Fikir versək, demək iki cür piramida burada əks olunmuşdur. İnkişaf etmiş ölkələr üçün və inkişaf etməkdə olan ölkələr üçün piramida və yaş qruplarına fikir versək, inkişaf etmiş ölkələrdə orta yaş nəsil və yaşlı nəsil daha çox demək faiz təşkil edir. İnkişaf etməkdə olan ölkələrdə isə uşaqların sayı və orta yaş nəsli daha çox faiz təşkil edir. Və 2024-cü il nəzəriyyə kitabında, Güvən nəşriyyatı da əks olunan piramidalara fikir verək. Göy rənglərdəki qadınlar, qırmızı rəngdə kişilər təsvir edilmişdir, kişilərin sayları. İnkişaf etmiş ölkələr üçün burada olan piramida qeyd edilir və bir də inkişaf etməkdə olan ölkələr üçün piramidalar və burada faizlər göstərilmişdir. Dünyanın müxtəlif regionlarında əhalinin yaş tərkibinin qruplar üzrə paylanması faizlə verilmişdir. Misal üçün Avstraliya və Okeaniyaya fikir versək, Cənubi Amerika, Şimali Amerika, Afrika, Asiya, Avropa regionu üçün dünya üzrə. Avropa regionu üçün fikir versək, yaşlı nəsil və orta nəsil. Asiyada yaşlı nəslin faizi çox aşağıdır, Afrikada aşağıdır. Orta nəsillə uşaqların faizi yüksək demək qeyd olunmuşdur, burada göstərilir. Yəni piramidalarda əsasən cins yaş piramidalara əks olunur. Misal üçün burada nümunələrə fikir versək, 2009-cu il üçün tərtib edilmiş əhalinin cins yaş piramidasına əsasən böhran neçənci illərdə, demoqrafik böhran neçənci illərdə baş vermişdir?